Deməli, ümumi anlayışların test izahlarını baxaq, cavablarına, doğru həllərinə. Deməli, kompüterin daxilindəki informasiya necə informasiya adlanır? Dedik ki, informasiyanın hansı növləri var? Diskret, bir də analoq. Kəsilməz analoq idi, rəqəmsal isə diskret idi. Əgər kompüterin daxilində qurğu falan deyirdisə, o diskret olmalı idi. Burada cavab olur B variantı. Təbiətdəki informasiya necə informasiyadır? Dedik ki, təbiətdəki informasiya analoqdur, yəni kəsilməz informasiyadır. Belə deyim, şəbəkədən, internetdən və yaxud da ki, nə bilim, enerjidən asılı deyil də. Təbiətdəki informasiya kəsilməz informasiyadır. Cavab oldu burada E variantı. Növbəti sual. İnformasiya prosesi haqqında elm hansıdır? İnformasiya prosesi haqqındakı elm informatikadır. İnformatika, informasiya proseslərini öyrənən bir elmdir. İnformasiyanın toplanılması, ötürülməsi, qəbul edilməsi, saxlanılması və emal edilməsi hadisəsi informasiyanın prosesləridir. Qablaşdırılma deyə bir şey keçməmişəm, aqreqatlaşdırılma deyə bir şey keçməmişəm. Yəni, doğru cavab informasiya prosesidir. İnformasiyanın toplanılması, ötürülməsi, qəbul edilməsi, saxlanılması, emal edilməsi hadisəsini öyrənən elm necə adlanır deyirsə, bu informatikadır. Öyrənən elm informatika elmidir. İnformasiyanın rəqəmsal formadan analoq formaya çevrilməsi. Rəqəmsal formadan analoq formaya çevrilməsi, A-ya çevrilməsi nə adlanır? İnformasiyanın toplanılması deyil, saxlanılması, ötürülməsi, qəbul edilməsi A hansı prosesə aiddir deyir. Deməli, çevrilmə nə idi? Analoq formadan rəqəmsal formaya və yaxud da ki, rəqəmsaldan analoqa çevrilməsi informasiyanın məzmunu dəyişmir. Sadəcə forması dəyişir. Forması dəyişirsə, bu nə idi? Emal. Cavab olur E variantı. Nə üçün kompüterdə diskret informasiya istifadə edilir? Çünki diskret informasiya daha dəqiqdir. Xeyr, daha dəqiq deyil. Belə bir məlumat yoxdur. Diskret informasiya daha sürətli ötürülür. Xeyr. Diskret informasiyanı kodlaşdırmaq olur. Analoqda kodlaşdırmaq olur. Diskret informasiya yaddaşa qənaət edir. Bir dəqiqə. Yox, bu doğru deyil. Bir dəqiqə. Ne, silmir. Burada cavab C variantıdır. Diskret informasiyanı kodlaşdırmaq olur. Sadəcə diskret analoqu kodlaşdırmaq olmur. Cavab burada C variantıdır. Diskret informasiya yaddaşa qənaət edir. Xeyr. Diskret informasiya virus təhlükəsinə qarşı davamlıdır. Əslində davamsızdır. Daha tez virusa yoluxa bilir diskret informasiya. İnformasiyanın xassələri hansılardır? Diskretlik alqoritmin xassəsidir. Tamlıq, obyektivlik var. Təzadlıq yoxdur. Dəyişənlik yoxdur. Aktuallıq var idi. Müəyyənlik də alqoritmin xassəsidir. Adekvatlıq. Cavab oldu 1, 3, 4, 6. 1, 3, 4, 6. Cavab oldu A variantı. Uyğunluğu müəyyən edin. Analoq informasiya, rəqəmsal informasiya. Analoq informasiya dedik ki, təbiətdə mövcud olan informasiyadır. Bura getdi A. Sonra, kəsilən informasiya necə informasiyadır? Rəqəmsal informasiyadır. Bu oldu B. Kompüterdə mövcud olan informasiya rəqəmsal informasiya idi. Kəsilməz informasiya hansıydı? Analoq informasiya idi. Bura getdi D. Aslında cavabımız çıxır. Virusa yoluxma təhlükəsi daha çox rəqəmsal informasiyada virusa yoluxa bilərsən. Məsəl üçün, bilmədiyin bir email səhifəsindən emaili açsan və yaxud da ki, nə bilim,
hər hansısa bir təsdiqlənməmiş bir sayta falan girsən, oradan virus yoluxa bilər. Amma analoqda təbiətdə olan informasiyada, yəni nə virus yoluxa bilər ki? Bu da oldu Y variantı. Burada getdi Y. Oldu cavab Y variantı. A. A, təhlükəsi yoxdur deyir. Hə, tamam. Təhlükəsi yoxdur deyirsə, bu Y olur. Olur Y, A, D. B, C. Cavab oldu B variantı. Aha. Duyğu üzvləri vasitəsilə qəbul edilən informasiya necə informasiyadır? Duyğu üzvləri ilə qəbul edirsənsə, əgər informasiyanın o olur, analoq. Dediyimiz kimi, duyğu orqanları təbiətdə, bunlar hamısı analoq informasiyadır. Aktual, adekvatlıq, obyektivlik. Aha, aktuallıq informasiyaya aktual nədir? İnformasiyanın məqsəd və vəzifəsinə nə dərəcədə cavab verməsini göstərən adekvatlığı idi. Bu oldu A. Hamı tərəfindən qəbul edilən doğru informasiya obyektivliyi idi. Dedik ki, subyekt fikirlərdən asılı olmur da. Müəyyən faktlara əsasən doğrulanmış informasiyadır. Aktuallıq isə informasiyanın cari zamana uyğun göstərilməsidir. Bu da oldu C. Hə. Gəldik. Bu da oldu. Hansı variant? A variantı. Növbəti sual. Verilmiş variantlarda hansı informasiya emalı mərhələsinə aiddir? Yəni, proseslərdən emalı istəyir də sizdə. Baxaq. Şahmatçının rəqibin daşlarının vəziyyətinə baxması. Vəziyyətinə baxırsa neyinir? İnformasiyanı toplayır. Bu toplamadır. Toplayır bu. Sonra müəllimin şagirdə ev tapşırığını söyləməsi. Söylürsə neyinir? Ötürmədir. Ötürmə. Hidrometeoroloji stansiyanın sahibi sabahçı hava temperaturunu elan edirsə, bu da ötürmədir. Şagirdlərin şimşək səsi eşitməsi artıq qəbul etmədir. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi, bu artıq emaldır. Çünki şagird neyinir? Şagird prosesi beynində emal edir və özü üçün doğru olan qərarı seçir. Verilmiş variantlardan hansının informasiya qəbul mərhələsinə aiddir? Müəllim şagirdin qiymətini elan etməsi informasiyanı ötürür. Müəllim şagirdə ev tapşırığını söyləməsi yenə informasiyanı ötürür. Hidrometeoroloji stansiyanın sabahçı hava temperaturunu elan etməsi informasiyanın ötürülməsidir. Şagirdin şimşək səsini eşitməsi artıq qəbuldur. İnformasiyanı qəbul edir. 13-də oldu D variantı. Keçirik 14-də. Verilmiş variantlardan hansı informasiya ötürülməsi mərhələsinə aiddir? İnformasiyanın ötürülməsi mərhələsi. Şahmatçının rəqibin daşlarına baxırsa, bu toplayır informasiyanı. Müəllimin şagirdin ev tapşırığını yoxlaması informasiyanı neyinir? Əgər yoxlayırsa, emal edir də. Hidrometeoroloji stansiyanın sabahçı hava temperaturunu elan etməsi artıq bu neyinir? Ötürmədir. Ötürür. Şagirdin şimşək səsini eşitməsi qəbuldur. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi isə bu da emaldır. Sonra diskret informasiyadan istifadə edilməsinin mənfi cəhətləri. Diskret informasiya ilə istənilən informasiyanın kodlaşdırılması olmur. Xeyr, olur. Yəni, bir dənə analoq kodlaşdırmaq olmur da, belə deyim. Diskret informasiyanı ötürmək olmur. Olur əslində. Diskret informasiya qeyri-dəqiq informasiyadır. Xeyr, belə bir şey deməmişik. Diskret informasiya virus təhlükəsinə qarşı davamlı deyil. Bəli, diskret informasiya virusa davamsızdır. Yəni, virus yoluxma ehtimalı yüksəkdir. Demək ki, yoluxa da bilir. Diskret informasiyanı kodlaşdırmaq lazımdır.
kodlaşdıra bilən informasiya, diskret informasiya. Qiyməti rəqəmlərlə ifadə olunan verilənlər. Əgər qiyməti rəqəmlə ifadə olunur deyilsə, yəni rəqəmdə nə olur? Ədəd olur. Deməli hesabidir. Göstərici nədir? Proqramlaşdırmanın ünvanlaşdırılması istifadə olunurdu. Mətndə mətn olurdu. Məntiqidə nə olurdu? True və yaxud da ki, falsa, şərtdə də şərt olur. Ümumiyyətlə şərtli keçməmişəm, şərtli yoxdur, yəni daha doğrusu deməmişəm heç. Verilmiş variantlardan hansı informasiyanın toplanması mərhələsinə aiddir? Şahmatçının rəqibinin daşına baxırsa, bu toplayır. Müəllim şagirdə ev tapşırığını söyləməsi. Söylürsə neynir? Ötürür. Hidrometeoroloji stansiyalar informasiyanı neynir? Ötürür. Şagirdin misalı həll etməsi emaldır. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsi emal. Burada oldu cavab yalnız B variantı. Yəni 1. Verilmiş proseslərdən hansılarda informasiya emalı nəticəsində yeni informasiya əldə olunur? Alim tədqiqat aparırsa, bəli, tədqiqat aparır və tədqiqatın sonunda yeni bir informasiya əldə edir. Bunu götürürük. Tərcüməçi mətni bir dildən başqa dilə çevirirsə, dediyimiz kimi, hava istidir, ingiliscə də eynidir, Azərbaycanda da eyni mənaya gəlir. Sadəcə bunun nəyi dəyişir? Məzmunu yox, forması dəyişir. Emaldır, amma forması dəyişən növünə aiddir. Müstəntiq müəyyən dəlillərə əsaslanaraq cinayətkarı müəyyən edir. Müstəntiq əvvəldə cinayətkarı bilmir də, belə deyim. Dəlilləri araşdırır, emal edir beynində prosesi və sonda cinayətkarı tapır. Yəni yeni bir informasiya əldə edir. Şagird məsələ həll edir. Şagird əgər məsələ həll edirsə, məsələnin belə deyim, əvvəldə gedişatını bilir, amma cavabını bilmir də. Məsələni həll etdikdən sonra cavabını tapırsa, yeni bir şey, yeni bir informasiya əldə edir də. Bu da aiddir. Kompüterdə hər hansı proqram icra olunursa, bu sadəcə forması dəyişir. Deməli, yeni informasiya əldə edilmir. 1, 3, 4 cavab oldu E variantı. Hansı informasiya emalı nəticəsində informasiyanın forması dəyişir? Alim tədqiqat aparırsa yeni informasiya alınır. Bu deyil. Tərcüməçi yeni bir mətni bir dildən başqa dilə çevirirsə, forması dəyişir, bəli. Müstəntiq, xeyr, yeni informasiya alınır. Şagird məsələni həll edir, yeni informasiya alınır. Kompüter hər hansı proqram icra olunur. Kompüterdə proqram icra olunanda, yəni yeni bir informasiya əldə etmirsə, sadəcə proqramın forması dəyişir. Belə deyək. Cavab oldu 2 və 5 D variantı. Verilən informasiya və bilik haqqında hansı fikirlər doğrudur? Verilənlər mənası olmayan informasiyadır. Bəli. İnformasiya mənası olan verilənlər toplusudur. Bəli, düzdür. Bilik dərk edilmiş informasiyadır. Bəli. Bilik mövcud informasiyanın analizindən ortaya çıxır. Bəli, doğrudur. İnformasiya, verilən mənası olmayan idi. Mənası olan verilən çevrildi informasiya. İnformasiya artıq analiz olunub, dərk edilirsə, bu artıq biliyə çevrilir. Ardıcıllıqsa verilən informasiya bilik ardıcılığı doğrudur. Bəli, ardıcılıq belədir. Cavab oldu hamısı. Uyğunluğu müəyyən edin. Bilik. Bunu dedik də. İxtiyari bir məlumatdır, mənası olub-olmaması önəmli deyil. Xeyr, bu verilənə aiddir. 2 buna aiddir. Müəyyən bir mənaya sahib olan verilənlərdir. Mənası varsa informasiyadır, bu 3-ə aiddir. İnformasiya üzərində müəyyən mövcud qaydalar əsasında əməliyyatlar aparılması nəticəsində alınan və qərar qəbul etməyə kömək edən məlumatdır. Bu artıq bilikdir. 1-ə C oldu, 2-yə A oldu, cavab oldu Y variantı. Nə üçün kompüterdə ikilik say sistemi istifadə edilir? Çünki bu say sistemində hesablama asandır, xeyr. Bu say sisteminin yazışı rahatdır, xeyr. Proses yalnız 2 müxtəlif vəziyyətə aid edə bilir, doğrudur. Niyə? Çünki kompüter elektrik qurğudur da, belə deyim. Orada 2 dənə vəziyyət ola bilər. Siqnal var və siqnal yoxdur.
Siqnal varsa 1, yoxdursa 0-la qeyd alınır. Yəni kompüterdə gördüyün hər bir şey 0 və 1-lər formasındadır. Cavab oldu C variantı. İnformasiyanın xassələri hansı sırada düzgün verilmişdir? İnformasiyanın xassələri obyektiv, tamlıq, kütləvilik, aktuallıq. Mən kütləvilik deməmişdim, bu alqoritmin xassəsidir. Aktuallıq, obyektivlik, diskretlik alqoritmin xassəsidir. Obyektivlik, tamlıq, dəqiqlik, adekvatlıq, aktuallıq, bir də anlaşıqlıq. Bəli, bu aiddir informasiyanın xassələrinə. Musiqi təhsili alan Ayan Aytən yaxın dostu Günlara yeni bəstələdiyi musiqi notlarını göndərdi. Amma Günlar musiqi təhsili olmadığı üçün o heç nə başa düşmədi. Günlar üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Yəni Aytən musiqidən başı çıxmayan, anlamayan dostuna bəstələdiyi musiqini göstərir. Günlar da başa düşmür. Yəni Günlar üçün hansı informasiya xassəsi pozulmuşdur? Tamlıq deyil. Sizcə nə olar? Anlaşıqlıq. Niyə? Çünki Günlar üçün bu not aydın deyil də ona. Necə ki, məsəl üçün mən sizə dərsi ingiliscə danışsam, sizin üçün bu aydın olar. Yəni ingilis dili bilənlər üçün hə, amma bilməyənlər üçün xeyr. Aydın olmayacaq. Keçirik 25-ci sual. Vəli məntiq oyununu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdır. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansına uyğundur. Burada Vəli üçün hansı informasiya xassəsi pozulmuşdur? Deməli, əlində 2 dənə informasiya var, məlumat var, 2 dənə şifrə var. Amma tam aydın deyil də. Vəli bilmir ki, bu açar hansı otağın açardır. Deməli, tam deyil də məlumat. Anlaşıqlıdır, aktualdır hal-hazırda. Çünki bu dəqiqə onun işinə yarayır. Yəni, bu dəqiqə məsəl üçün o qapını otağın açarını açmalıdır və bu şifrələr də ona kömək edəcək. Faydalıdır, bəli, amma hansı xassəsi pozulmuşdur dediyi üçün tamlıq pozulub. Çünki Vəli üçün aydın deyil bu şifrə hansı otağın şifrəsidir. Gizli otağın şifrələri yalnız yanlış yığılarsa avtomatik şifrə başqa şifrə ilə əvəz olunur. Vəlinin ilk cəhdi uğursuz olur və artıq Vəlidə olan şifrələr üçün hansı xassət pozulmuşdur? Yəni, Vəlinin əlində şifrə var. O bir şifrəni yazır. Məsəl üçün, şifrə budur. 0, 1, 0, 1. Məsəl üçün. Bu şifrəni yazdı, səhv yazdı da. Artıq bu şifrə etibarsız olur da. Yəni, bu dəqiqə fakt Vəlinin işinə yaramır. Yəni, Vəli üçün aktual deyil. Başa düşdünüz? İnformasiyanın cari zamana uyğunluq dərəcəsi. Cari zaman deyirsə, cari zamana uyğunluq dərəcəsi necə adlanır? Aktuallıq adlanır. Adekvatlıq real obyektiv əsaslanandır. Kompüterdə bir bit nədir? Kompüterdə bir bit bir simvolu kodlaşdırmaq üçün olan 8 ikilik koddur. Xeyr, istənilən məlumatın informativ tutumu deyil, latin əlifbası deyil. Bir bit 0 və 1 simvollarından ibarət ikilik say sisteminin bir simvoludur. Yəni, bir bit bərabərdir ya 0-a, ya da 1-ə. Cavab oldu D variantı. Hadisə və prosesin həqiqi vəziyyətini əks etdirən informasiya necə adlanır? Həqiqi vəziyyətini, yəni adekvatlığını əks etdirirsə, həqiqi vəziyyət o deməkdir. Deməli, adekvatdır. Yox. Bir dəqiqə. Hadisə və prosesin həqiqi vəziyyətini əks etdirən informasiya necə adlanır? Əgər həqiqidirsə, yəni mənbələrdə faktlara əsaslanırsa, onda obyektivdir. Cavab oldu 29-da B variantı. 30. Hard diskdə yerləşən informasiya necə informasiyadır? Əgər hard diskdə, yəni kompüterdə belə deyək, yerləşirsə, onda bu necədir? Diskret informasiyadır. Yəni rəqəmsal informasiyadır. Gerçək zamanda mövcud və lazım olan informasiya. Gerçək zamanda mövcud və lazım olan informasiya, yəni sənə bu dəqiqə indi fakt lazımdırsa, aktualdır. Məntiqi bölünməyən yaddaş vahidi hansıdır? Bit. Məntiqi bölünməyən yaddaş vahidi bitdir.
Yadınızda saxlayın. İstifadəçiyə aydın şəkildə çatan informasiya hansı xassəyə malikdir? Aydın şəkildə çatırsa, deməli, anlaşılıqlıdır. İstifadəçi üçün bu informasiya anlaşıla biləndir. Hansı arıcıllıq daha doğrudur? Deməli, necə idi? Verilən informasiya bilik, verilən mənası olmayan idi. Cavab D variantıdır. Bilik verilən bir mənaya kəsb edirsə, biliyə informasiya çevrilirdi. İnformasiya isə dərk olunandırsa, çevrilirdi biliyə. Aşağıdakilərdən hansı verilənlərin tipinə aiddir? Verilənlərin tipi nə idi? Məntiqi, göstərici hesabı, məntiqi şərt yox idi heç. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbul və ötürülməsi üçün hansı qurğudan istifadə olunur? Telefonlarla modemdir də. Bizim Wi-Fi balaca 2 dənə qulaqlı olur, məsələn 4 dənə qulaqlı falan da var. Modemdir. Dəri vasitəsilə alınan informasiya. Dəri nə idi? Taktil. Cavab oldu. B variantı. Uyğunluğu müəyyən edin. Obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunan. Bir dəqiqə. Deməli, tamdır. Deyir ki, obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olsun. Yəni, dəqiqdirsə, bütün məlumatlar, mənə vacib olan bütün məlumatlar həmin o informasiyanı əhatə edirsə, bu tamdır. 3 oldu A. Sonra B variantına gəlirik. Onun obyektiv gerçəkliyə uyğun olması obyektivlikdir. B oldu 5-ə. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəlməsini əks etdirirsə, bu adekvatlıqdır. 2 oldu C. Onun mövcud zaman anında uyğunluq dərəcəsini yoxlayırsa, aktuallıqdır. Mövcud zaman anında deyirsə, aktuallıqdır. 1, D oldu 1. Onu qəbul edənin bu informasiyanın aldığı dildə ifadə olunmasını başa düşülür deyirsə, yəni sənin aldığın informasiya başa düşülənsə, onda anlaşıqlıq xassəsini ödəyir. Cavab oldu 1, 1D, cavab oldu D variantı. Prosesor informasiyanı hansı şəkildə emal edir? Prosesor informasiyanı ikilik kodlar şəklində emal edir. Aşağıdakılardan hansı informasiya prosesinə aid deyil? İnformasiyanın toplanılması, ötürülməsi, emalı, saxlanılması var, amma tamlığı yoxdur. Qiyməti sözlərlə ifadə olunan söz deyirsə, nə olar orada sizcə? Mətn olarda. Qiymətin məntiqi. Məntiqidirsə, true, false, doğru və yaxud da ki, yanlış deyir. Onda cavablar məntiqi. Elə cavablı da şərtdə də verilir. Proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün hansı idi? Göstərici. Məntiqi true, false idi. Mətndə mətin tipli verilənlər olurdu. Hesabda isə ədədlər olurdu. Növbəti. Hesabi verilənlərdə qiymət nə ilə ifadə olunur? Qiymət ədədlərdə, rəqəmlərlə 44-də oldu A variantı. 45-ə keçirik. Məntiqi verilənlərdə qiymət nə ilə ifadə olunur? Məntiqi verilənlərdə məntiqi cəmiyyətlərlə 45 oldu D variantı. Mətin tipli verilənlərdə qiymət nə ilə ifadə olunur? Mətin tipli də simvollarla 46 oldu Y. Keçirik. İşte boğazım çırplandı. Aha. İnformasiyanın ölçü vahidləri və keçidlər. Deməli, 47-də əsas ölçü vahidi deyirsə, baytdır. İnformasiyanın əsas ölçü vahidi baytdır. Elementar, yəni ən kiçik deyirsə, bitdir. Binari digit bit deməkdir. Buradan elə bir ki, bunu siliblər, nari sözünü, digitdən də digini siliblər, bit olunub. Nə muramı düşə? Getdik.
1 kilobayt neçə baytdır? Dedik ki, sıramız necə idi? Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Kilobayt neçə baytdır deyirsə, 1 kilobayt. Böyükdən kiçiyə keçdiyin üçün arasındakı məsafə qədər vurursan, yəni 200-10-a vuracam. Nəyi? 1-i. Əmsalı vurursan 200-10-a. Bu da neçə elədi? 200-10. Cavab oldu A. 1 megabayt neçə baytdır? 1 megabaytımız 1 megabayt neçə baytdır deyirsə, arasındakı məsafə nədir? 220. Cavab oldu B. 1 gigabayt neçə baytdır deyirsə, arasındakı məsafə gigabayt, megabayt, kilobayt, bayt. Deməli, 210, 220, 230. Cavab oldu D variantı təbii ki də. 1 terabayt neçə baytdır deyirsə, arasındakı məsafə 4 dəfə 200 tondur. Sonra 230 bayt nəyə bərabərdir? Bayt, kilobayt, megabayt, gigabayt. 1020, 210 deyək. 210. 210. Aha. Deməli, baytdan gigabayta neçə 210 elədi? 1, 200, 230 elədi da. Onda 1 gigabayt olur da. 233 bit nəyə bərabərdir? Əvvəlcə gəlin biti bayta çevirək. Bunu çevirmək üçün kiçikdən böyüyə keçdiyimiz üçün bunu böləcəyik nəyə? 203-ə. Bu elədi 220 bayt. 220 baytın nədir? Megabayt, 1 megabayt. Cavab oldu Y. 1 gigabayt, terabayt, sonra petabayt olur. Petabayt. İnanmıram bu düşə. 1 petabayt neçə baytdır? Bura qədər 230 idi. 240, bu da elədi 250. Cavab oldu Y variantı. 233-ün neçə megabaytdır? Əvvəlcə bayta çevirəndə 223-ə yazılır. Bölürsən 203-ə, eləyir 220. 220-nin də baytla megabayt arasındakı məsafə 220 olduğu üçün bölürsən. Niyə? Çünki kiçikdən böyüyə keçirsən. Bu deyilir 1. 1 megabayt. Cavab oldu A variantı. 40960 bit neçə kilobaytdır? Deməli, 4096 2 üstü 2 baytdır. 212 baytdır. 212 bittir daha doğrusu. Belə yazaq da. Bunu çevirmədim. Sadəcə olaraq bunu qısaltdım. Vuraram 10-a. Niyə? 4096-dır. Bu nə deməkdir? 1024 vurulsun 4 deməkdir. Bu da 210 vurulsun 202 deməkdir. Bu da elədir 212. Bu 212-ni buradan aldım. Bu 0 da 10'a vurduq. Elə bir. Sadəcə biraz qısaltdıq. Kilobayt dediyi üçün kilobayt. Bu bitdi. Bayta çevirmək üçün 212-ni bölərəm 203-ə. Vuraram 10'a. Sonra bir dəfə də bu oldu bayt. 209 vurulsun 10 bayt oldu. Buradan da 210'u parçalayaram. 2 vurulsun 5 yazaram. 2'ni də 209'un üzərinə keçirərəm. 210 vurulsun 5 yazaram. Bayt. Bu bayt oldu. Baytdan kilobayta keçəndə kiçikdən böyüyə keçirəm deyə neynəcəm? Arasındakı məsafə qədər böləcəm. 210'u da 210'la bölürəm, vururam 5'ə. Elədir 5 kilobayt. Cavab oldu 58'də A variantı. Hansı əlaqə doğrudur deyir. 1 kilobaytın 10 üstü 3. Xeyr, 10 üstü deyilik, 2 üstü olmalıydı.
59-da cavab A variantı deyil, səhvdir. 1 gigabaytın 13.9 deyil. Ümumiyyətlə A variantını çıxmışıq. Bu da deyil heç. Gəldik 1 gigabaytın, gigabayt deməkdir də, 10 megabayta bərabərdir. 1 gigabaytın 10 megabayta bərabər deyil, 210 megabayta bərabərdir. Bu da səhvdir. 1 kilobaytın 210-a bərabərdir. 1 megabaytın 220 baytdır. Bu düzdür. Cavab oldu D variantı. Gəldik Unicode. Deyir, Unicode kodlaşdırılmasında informasiya prosesləri ifadəsi nə qədər sahə ayrılır? Unicode-da dedik ki, 65.536 simvol var. Bu da 216 deməkdir. 2-nin üzərindəki də 16 da bərabərdir 16 bitə. Səndən baytla soruşur deyə, bu da 2 bayt eləyir. Niyə? Çünki 1 baytımız 8 bitə bərabərdir. İnformasiya, burada 11 dənə simvol var. Bir dənə də boşluq var burada. Elədi, üstə gəlsin 1. Elədi 12 simvol burada. 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Deməli, 22 simvolum var. 22 simvol. Bunu vuraram 2 bayt. Eləyər 44 bayt. Cavab oldu B variantı. Növbəti sual. 3 megabayt bərabərdir 3 kilobayt. Gəlin megabayta, kilobayta çevirək, tapaq. Deməli, arasındakı məsafə 1020-210-dur, yəni 1024. 3-ü də böyükdən kiçiyə keçdiyim üçün də vuraram. Elədi 3072 kilobayt, üstə gəlsin 15 kilobayt. Bu da neçə eləyər? 3087 kilobayt. Cavab oldu B variantı. Növbəti sual. Bir dəqiqə. Bunu hesablamamışam. Silmirik. Hesablayın. 4 megabayt. Gəlin kilobayta çevirəyim. 4-ü vuraram 1024-də, elədi 4096 kilobayt. Bundan da çıxaram 9 kilobaytı. Neçə eləyər? 4087 kilobayt. Ehtiyatda olunan megabayt yox. Kilobayt. Kilobayt 4087 kilobayt eləyir. Növbəti sual. Aha, 3 megabayt nəyə bərabərdir? 3 megabaytımız nəyə bərabər ola bilər? Gəlin buna əvvəlcə kilobayta çevirək. 3 vurulsun 210 kilobaytı çevirdim. Gəlin kilobayt da megabayta çevirəyim. Bayta çevirəyim. 3-ü vuraram 210-a, vuraram yenə 210-a. Gəlin bu elədi bayt. Gəlin bunu bitə çevirəyim. Bitə çevirsəm 3 vurulsun 220 bölünsün 203-ə. Bu neçə eləyər? 3 vurulsun 217 bit. Görək cavablarda hansı var? Cavabda bir dənə bu var. On 18 megabayt nəyə bərabərdir? Gəlin hesablayaq. Əvvəlcə kilobayt çevirək. 18-i vuraram 210-a. Burada kilobayt. Kilobaytı megabayta çevirərəm. 18-i vurdum 210-a. Bir də 210-a vurdum. Yəni 220. Belədir bayt. Bitdik. Cavab. Gəlin bitə çevirək. 18-i vuraram 220-yə. Bölərəm. Bir dəqiqə. Böyükdən kiçiyə keçirəm. Bölmürəm. Vururam. 203-ə. Böyükdən kiçiyə keçdiyim üçün vururam.
Ondan sonra da aldım. Bununla 9 vurulsun 2 yazarım 18'i. Bununla yazdım. Bununla elə bir yaş tam belə yazım. 223. Bu da 9 vurulsun 224 bit. Cavab oldu 64'də C variantı. Burada səhv eləmişəm, bilmirəm. Burada byte-dan bitə keçirəndə vururuq. Belə olacaq elə 3 vurulsun 210. Vurulsun 203. Bu da 20. 203 vurulsun 223 bit. Gəldik 2 megabayt. 2 megabayt neçə bittir deyirsə artıq bit, byte, kilobayt, megabayt. Deməli 1024, 1024, yəni 220, bir dənə də 203. Necədir? 223. Deməli 2-ni vuracam 223-ə. İkilərin də üstü qüvvətlər toplanır 224 edir. Cavab oldu 65-də B variantı. Gəlirik 66-ya. Artıq kiçikdən, yəni kiçik kəmiyyətdən böyük kəmiyyətə keçiriksə, neyəcək? Böləcək. Arasındakı məsafə nədir? Bitlə baytın 203. 213-ü də 203-ə böləndə 210 alınır. 32 gigabayt neçə kilobaytdır? Gəlin yazaq. Kilobayt, megabayt, gigabayt. Yazdıq. 1024, 1024. Deməli 32-ni vuracam 200. 1024 dedim, yəni 210-u da 220-yə. 32 dənə deməkdir özlüyündə. 205 deməkdir də. Varam 220-yə, elədi 225. Oldu D variantı. Növbəti sual. 18 kilobit neçə baytdır? Əvvəlcə gəlin bitdən bayta keçirək. Yazaram. 18 vurulsun. Bitdən bayta keçdiyim üçün neyniyərəm? Böldüm. 203-ə. Oldu bayt. İndi kilobaytdan bayta keçək. Arasındakı məsafə nədir? Bayt, kilobayt. Yəni 210. Vuraram 210-a. Neçələdim? Bunu da 9 vurulsun 2 yazsam. Qüvvətlər çıxır 207. Bu da elədi 9 vurulsun 208. Bununla da onun üstünü topladım. Oldu C variantı. Növbəti sual. 20 megabayt neçə kilobitdir? 20 megabayt. Əvvəlcə bitdən kilobitə keçək. Neyniyərəm? 20-ni vuraram. Böyükdən kiçiyə keçdiyim üçün vuracam arasındakı məsafə qədər. 203-ə vurdum. Yazdım. Megabayt, bax, kilobaytla megabayt arasındakı məsafə neçədir? 210. Vuraram. Neçəyə? 210-a. Bu da neçə elədi? 20-ni də yazaram. 4 vurulsun 5. Vurulsun 213. Bununla da bunu toplayaram. Əmsallarını 5. Vurulsun 215. Cavab oldu 69-da C variantı. 70-ə gəlirəm. 1024 bit neçə kilobitdir? Burada bitlər olduğu kimi qalır. Dəyişmirsən. Deməli, bit, byte, kilobayt. Sənə bura keçməyini istəmir. Birbaşa bu hissəyə keçməyini istəyir. Yəni, kilobaytdan bitə keçməyini istəyirsə, arasındakı məsafə 210 olduğu üçün, yəni 1024 qədərdir arasındakı məsafə. Böləndə ilə 1 eləyir. Növbəti. 8192 megabit neçə megabaytdır?
Bitdən bayta keçəndə bir dəqiqə. Hə. Bitdən bayta keçəndə bölürəm 2 üstü 3-ə. Bu nə deməkdir? Bu 1024 vurulsun 8 deməkdir. Böləndə 8-ə elə 1024 qalır. Oldu B variantı. Növbəti 72. Kilobitin neçə bitdir deyirsə 1024 bit. 1 kilobitin neçə baytdır deyirsə əvvəlcə bitdən bayta keçərsən, yəni 1024-ü böləcəm. Hə. 1024-ü böləcəm. Əvvəlcə 2 üstü 3-ə. Bu da neçə elədi? 2 üstü 10 bölünsün 2 üstü 3, 2 üstü 7 elədi. Bu da bərabərdir 128-ə. Cavab oldu A variantı. 222 bitin neçə megabitdir? Bitlərə dəymirik. Sadəcə olaraq bitdən elə bir ki, bit, kilobit, megabitə keçirsən. Arasındakı məsafə nədir? 1024. 1024. Deməli, kiçikdən böyüyə getdiyin üçün nə edəcəksən? Bölürsün arasındakı məsafə qədər. Yəni 2 üstü 20. Bu da elədi 2 üstü 2. 4 elədi. Cavab oldu C variantı. Ola bilər biraz sərgəs yazıram. Hələ də bu digitalizəyə öyrəşə bilməmişəm. 1024 gigabit neçə megabaytdır? Əvvəlcə biti bayta çevirək. 1000, yəni 2 üstü 10 bölərəm 2 üstü 3-ə. Sonra gigabaytdan megabayta keçəndə böyükdən kiçik arasındakı məsafə qədər vurursan. Neçədir bu? 217. Cavab oldu C variantı. Bunu da izah edeyim. 3 megabaytlıq səs faylı, 200 kilobaytlıq şəkil faylı və 2048 baytlıq mətn faylı birlikdə yaddaşda neçə kilobayt yer tutur? Kilobayt dediyi üçün hamısını kilobayta gətirin. Deməli 3'ü vuraram 1024'e. Bu oldu kilobayt. Üzərinə gəl 200 kilobayt. 2048'də bölərəm 1024'ə. Bu da eləyər 2 kilobayt. Üstə gəlsin 2 kilobayt. 200 gələndə üzərinə də 3072 gəlirəm. Edir 3274 kilobayt. Cavab oldu C variantı. Gəlirik növbəti suala. Failin həcmini müqayisə edin. Gəlin edək də müqayisə. Müqayisə etmək üçün nə etməliyəm? Hamısını eyni cəmiyyət vahidinə gətirməliyəm. Gəlin kilobayta gətirək. Daha rahat gəldi mənə. 3,5 vuracam 1024'ə. 3 tam. Niyə? Çünki arasındakı məsafə 1024'dür. Böylədir 3584 kilobayt. Bu zaten kilobaytdır. Gigabayt nədir? Quruluşumuz necədir? Kilobayt. Megabayt, gigabayt. Kilobayta gəldiyim üçün arasındakı məsafə 220'dir. Bu da nə deməkdir? 1024 vurulsun 1024. Bunu da vuraram 2'yə. 2 milyon nə bilim nə qədər elədi. Elə ən böyüyü budur. Nə deyir? Artma ardıcılığı. Elə ən böyüyü bu oldu. 2 milyon nə qədər edir? 2 milyon 0. Nəsə 2 milyon eləyir. Kilobayt elədi. Ən böyüyü budur. Deməli burada bunlar durmayacaq. Budur cavab. Amma yenə də baxaq. 22348 biti də kilobayta çevirəndə nə edərəm? 22345'i bölərəm 8'ə. Bir də bölərəm 1024'ə. Gəlin bölək. 22345
Neçə eləyir? 345-i böləndə 8-ə. Bir də bölərəm 1024-ə. 2 tam neçəsə kilobayt eləyir. Ən böyüyü bu oldu. Ən kiçik hansı oldu? 4-cü oldu. Soram nədir? 3-cü, soram 1, soram da 2-ci. Cavab oldu D variantı. Aşağıdakilərdən hansı doğrudur? Bir bit 0 və 1 rəqəmlərindən təşkil olunur. Bir dəqiqə. Bəli, düzdür. Bir bit ya 0 deməkdir, ya da 1 deməkdir. 1 bayt 1024 bittir. 1024 bittir, xeyr, səhvdir. 1 baytın 8 bitdir. 1024 kilobaytın 1 megabaytdır. Bəli, doğrudur. 1024 gigabaytın 1 terabaytdır. Belədir də sıramız kilobayt, megabayt, gigabayt, terabayt. $1024 GB 1 terabaytdır. Yəni əslində tərsinə çəkməlidim oxu belə. Yəni 1024-ü böləcəm 1024-ə eləcək 1 terabayt. Bu da düzdür. Cavab oldu 78-də B variantı. Növbəti sual 79. Az qalıb. 12 megabayt tutumu olan bir qovluqdan 56 kilobaytlık. Gəlin 12 megabaytı kilobayta çevirək. Vuraram 1024-ə. Neçə elədir? 12-ni vuraram 1024-ə. 12288 kilobayt elədim. Buradan bir dəfə silirsən. 2 megabaytında 2048 kilobayt edir. Bir dənə bunu çıxdım. Sonra baytı da kilobayta çevirəndə 2 kilobayt edir. Bax buradakı 1024-ə böləndə 2 eləyir. Siləndə nə qədər qaldı? 12288-dən çıxırsan. $56 kilobaytlıq səs faylını silməmişəm. Bir də çıxırsan 56 kilobaytlıq. 256. Hə. Çıxıram 256-nı. Bir dəfə də çıxıram 2048-i. Bir dəfə də çıxıram 2 kilobayt. Nə qədər qaldı? 9982 kilobayt. 9982 kilobayt. Bunu da bayta çevirəndə 9 tam, nə bilim, bir dəqiqə, mən harada səhv verdim. Megabitdir bu. Bu megabitdirsə, bircə dəqiqə, bir də başdan inəyək. Buna fikir verməyim. Bu 12 min nədir də? Bu elədir. Gəlin buradan yazaq. 12288 kilobayt çıxılsın. 256 çıxılsın. 2 megabit dediyi üçün əvvəlcə bitdən bayta keçərəm. Bunu yazaram 2 bölünsün 203. Bir də megabayt. Buraram 1024, yəni 210-a. Bu da necə elədir? 211-dən 203 çıxanda elədir 208. Yəni neçə elədir? 256. Çıxaram 2 kilobayt. Neçə elədir? 12288 çıxaram. 256, bir dənə də 256 çıxaram. Bir dənə də çıxaram 2 kilobayt. 11774 kilobayt elədir. Cavab oldu A variantı. Gəlirik 80-ə. Qovluqda 10 megabayt həcmində informasiya var. Bu qovluqdan 3.5 megabayt həcmində fayl silindi və əlavə olundu deyir. Heç nə. Məncə hamısı megabaytlandır. Ona görə də 2560-ı gəlin megabayta çevirək. Kilobayt kiçikdən böyüyə keçdiyimiz üçün 2560-ı arasındakı məsafəyə bölərəm. Yəni 1024-ə böldüm 2,5 megabayt elədi. Deməli 10 megabayt var.
Buradan 3.5-ni sildim. Bir də üzərinə 2.5 əlavə etdim. Onda neçə megabayt eləyər? Bununla bunu çıxanda neçə elədi? 1.5 9 megabayt elədi. Onun çıxılsın 1 elədi 9. Cavab oldu 81 variantı. Gəldik 81-ə. Qovluqda 15 megabaytlıq fayl var. Bu fayllardan 3-ü eyni həcmli səs faylıdır. Deməli, gəlin səsə S deyək. Vuraram 3-ə. 3S budur. Növbəti 4-ü eyni həcmli videodur. Videoya da V deyirəm. V-ni də vuraram 4-ə. Yerdə qalan 3-ü eyni həcmli şəkil faylıdır. 3-ü də vuraram Ş-ya. Şəklə də Ş dedim. Video fayllarının hər birinin həcmi 1536 kilobaytdır. 1536-nı vuraram. Neçə videom var idi? 4. 4-ə vurdum elədi 6144 kilobayt bu elədi. Səs fayllarının hər biri isə yaddaşda 2048 kilobayt tutur. 2048-i də mən vuranda 3-ə eləyir 6144. 6144 dəqiqə. 2048-i vuranda 3-ə 6144 eləyir. Deməli 3 dənə şəkil faylını istəyir. Deməli yazarıq 3 Ş üstəgəlsin. Bunlar neçə elədi? 6144 vurulsun üstəgəlsin 6144 12288 12288 kilobayt bərabər 15 megabayta. Megabayt da kilobayt çevirəndə 15 vuraram 1024-ə. Eləyər 15360. 15360-dan da 12288-i çıxaram. Qaldı 3 şəkil bərabərdir 3072-ni də böləndə şəklin də biri elədi 1024. Cavab oldu A variantı.